Ağcabədidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Zəncirvari qəza rayonun yanğın söndürən bölməsinin qarşısında qeydə alınıb. Rayon sakini Rızayev Hacı Mirzə Mərdanoğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yanğın söndürən bölməsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb. Qəza zamanı Rızayev Hacı Mirzə Mərdanoğlu və Cəfərov Rəhman Anaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə zamanı xəsarət almış Ələkbərov Vahid Nailoğlu isə xəstəxanada dünyasını dəyişib. Sumqayıtda zavod işçisi avtobusda həyatını itirib. Doğru Xəbər Azərbaycan bildirir ki, Kimyaçılar qəsəbəsində yerləşən Azərkimya etilen polietilyen zavodunun qarşısında zavoda məxsus Isuzu markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron rayon sakini Səlim Məmmədov qəfil vəfat edib. Onun infarktdan öldüyü açıqlanıb. Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır. Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Talih Kərimovun öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb. Məlumata görə 36 yaşlı hakimin dəm qazından ölümünə görə Azərqazın Qax rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan Çilingər Bayramov məsuliyyətə cəlb edilib. Belə ki, onun xidmət ərazisində yerləşən və hakim Kərimovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığı məlum olub. Hadisədən bir müddət əvvəl Çilingər oraya baxış keçirsə də kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmayıb. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci səhlənkarlıq ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. 66 yaşlı Bayramov ifadəsində bildirib ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib, lakin bu nöqsanı sənədləşdirməyib. Qax rayon məhkəməsinin hökmü ilə Çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və bir sıra hüquqları məhdudlaşdırılıb.